Salam, belə bir suala baxaq. Doymuş bir əsaslı karbon turşusu və doymuş alifatik belli amin molekulunda sigma rabitələrin ümumi sayı verilib və hidrogen atomlarının sayı. Doymuş alifatik belli amində olan hidrogenlərin sayını tapmalıyıq. Demək, bizə ilk olaraq doymuş bir əsaslı karbon turşusunun hidrogenlərini veribdir. Formul CnH2nO2-dir. Və hidrogenlərin ümumi sayı 8-dir. Yəni biz burada hidrogen atomlarının sayını bərabər edirik 8-ə. N bərabərdir 4. Demək, tapdıq ki, formulumuz C4H8O2-dir. İndi burada sigma rabitələrin sayı, yəni M-i tapmalıyıq. M bərabərdir. Açıq quruluşlu birləşmələrdə ümumi atom sayından bir vahid əksi bizə sigma rabitələrin ümumi sayını verir. Yəni, ümumi atomumuz 4 üstəgəl 8 üstəgəl 2 çıxırıq 1. M bərabərdir 13-ə. İndi keçirik digər. Doymuş alifatik belli amin formul CnH2n plus 1 NH2-dir. Biz M-in qiymətini 13 tapdıq. Sigma rabitələrin ümumi sayı doymuş alifatik belli amində M-4-dür. M-4 nəyə bərabər olacaq? M-in qiymətini yerinə qoyuruq. 13 çıx 4. 9. Demək, bunda ümumi 9 dənə sigma rabitə var imiş. İndi biz tapaq görək formulumuz nədir? Demək, dedik ki, açıq quruluşlu birləşmələrdə ümumi atom sayından bir vahid əksik sigma rabitələrin sayını verir. Bizdə sigma rabitələrin ümumi sayı nəyə bərabər olacaq? Ümumi atomumuz 3n plus 1 plus 3. Çıxırıq da birini edir 3n plus 3. Və sigma rabitələrin ümumi sayı nəyə bərabərdir? 9-a. 3n plus 3 bərabərdir 9, n bərabərdir 2. Demək, amilin formulu C2H5NH2-dir. Və bizdən buradakı hidrogenlərin sayını istəyir. Hidrogenlərin də sayı 5 dənə burada, 2 dənə burada, cəmi 7 dənə olmuş olacaq.